Bağırsaqlarımızın bizim ikinci beynimiz olduğunu bilirdinizmi? Bizim sağlamlığımız, hətta əhval-ruhimiz belə bağırsaqlarımızın necə olmağından çox asılıdır. Bunun üçün iki nüansı misal göstərəcəm. İnsan beynində neuromediatorlar ki var, sinirlərdə sintez olunur və orqanizm idarə olunur. Misal üçün serotonin, dopamin, GABA, bilir ki bunlar çox ciddi mediatorlardır və bizim əhval-ruhimiz, stresimiz, depressiyamız, yuxumuz, hər şeyimiz bu mediatorlarla idarə olunur. Bunlar bağırsaqlarda beyində olduğundan daha çox sintez olunur. Hətta insan orqanizmindəki serotoninin 90% bağırsaqlarda sintez olunur. Dopaminin demək olar ki 50-60% bağırsaqlarda sintez olunur. Hətta bağırsaqlardakı mikrofloralar tərəfində sintez olunur. GABA-nın isə bir qismi bağırsaqlarda sintez olunur. Və bu təkcə bağırsağın öz funksiyası üçün önəmli deyil. Hətta bağırsaqla beyni əlaqələndirən, neyrohormonal əlaqələndirməni yaradan vagus sinirin vasitəsilə beynimizə, psixamıza belə təsir edir. Bu birinci nüans. İkinci nüans isə araşdırmalar göstərib ki, bu vagus deyilən bu siniri, yəni beyinlə bağırsağı əlaqələndirən neyrohormonal bu siniri kəsdikdə həmən xəstələrdə Parkinsonun dərəcəsi xeyli azalıb. Və ya ikinci bir araşdırma bağırsaqlarda staphylovirus vasitəsilə hər hansı bir iltihab yaradılıb. Bu iltihab artıq yoğun bağırsaqda çoxaldıqdan sonra bu insanlarda Alzheimer xəstəliyi artmağa başlayıb. Və nəticəyə qənaətə gəlinib ki, bağırsaqlarımızın necə işləməyindən, necə olmağından, bağırsaq divarının funksiyasını necə həyata keçirməyindən, bağırsaq mikrofloramızın necə zəngin olmağından təkcə sağlamlığımız deyil, bizim psixamız, bizim əhval-ruhiyyəmiz, bizim düşüncəmizin sağlamlığı, hətta yaddaşımız belə çox asılıdır.